Salam, hər vaxtınız xeyir dostlar. Yeni videoda hamınızı xoş gördük. Bugünkü mövzumuz ordumuzun zenit toplarıdır. Zenit topları hava hücumundan müdafiənin başlanğıc nöqtəsini təmsil edir və onun təyinatı qısa, orta və uzun mənzilli hava hücumundan müdafiə sistemlərinin görmədiyi aşağı hündürlüklərdə yaranan boşluğu doldurmaqdır. Hava hücumundan müdafiə sistemlərinin radarı mənzili neçə kilometrdirsə, bu məsafə boyu aşağı hündürlüyü eyni hündürlükdə görə bilmir. Məsələn, onun görüş hündürlüyü 10-20 metrdirsə, bütün məsafə boyu aşağı hündürlüyü bu səviyyədə görə bilmir. Görə bilməsi üçün ərazinin dümdüz olması lazımdır, eyni səviyyədə olmalıdır. Alçaqlı, hündürlü, dağlıq, təpəlik olmamalıdır, ərazi düzənlik olmalıdır. Misal üçün deyək ki, bu təpənin üstündə hava hücumundan müdafiə sistemi var. Buna zenit topları da daxildir. Bu təpənin üstündə yerləşən hava hücumundan müdafiə sistemi o təpələrin arxasını görmür. Bunun üçün nə olmalıdır? Hədəf yuxarı qalxmalıdır, açıqda uçmalıdır ki, onu istər radar, istər elektrooptik sistem görə bilsin. Təyyarə və helikopterlərdə bu cür dağlıq ərazilərdə təpələrdən, dərə yatağından istifadə edərək aşağı hündürlüklərdə uçmağa çalışır ki, radara görünməsin. Eyni ilə qanadlı raketlər də aşağı hündürlükdə uçur. Buna görə də hava hücumundan müdafiə sistemləri, zenit topları, daşınan zenit raket kompleksləri, onların öz yeriyən modelləri, qısa mənzilli zenit raket kompleksləri, orta mənzilli zenit raket kompleksləri və uzun mənzilli zenit raket kompleksləri olaraq siniflərə bölünür və bu şəkildə bir-birlərini tamamlayır. Zenit topları həmçinin kiçik ölçülü dronlara qarşı təyin olunduğu nöqtənin qorunmasında raketli hava hücumundan müdafiə sistemlərindən daha effektivdir. Hədəfin aşkarlanması olsun, vurulması olsun, zenit topları daha effektivdir. Zenit topları məsələn kiçik ölçülü FPV dronları da vura bilir. Eləcə də kütləvi dron hücumlarına qarşı davamlı atışlarda da effektivdir. Həmçinin dronların vurulmasında sərfiyyat və maliyyə baxımından da zenit topları səmərəlidir. Bir neçə min və ya bir neçə yüz dollarlıq dronu bir neçə yüz min dollarlıq raketlə vurmaqdan bir neçə dollarlıq mərmi ilə vurmaq daha səmərəlidir. Zenit topları PUA, dron, təyyarə və helikopterlə yanaşı, həm də qanadlı raketləri, hava-yer raketlərini və qanadlı bombaları da vura bilir. Ordumuzun silahlanmasına M55 Zastava, ZU-23-2, ZSU-23-4 Shilka, Viking və həmçinin ona sonda qayıdacağam. M55 Zastava keçmiş Yugoslaviya istehsalıdır. Bu zenit topunun çapı 20-110 mm-dir. Beləliklə bu topun çapı kiçik olduğundan həm mənzili qısadır, həm də zireh dəlmə qabiliyyəti azdır. Bu səbəbdən də o dronlara qarşı effektivdir. ZU-23-2 Zenitnoy Ustanovka, rus dilindən tərcümədə zenit qurğusu. 23-2 isə 23 mərminin çapı, 2 isə lülələrin sayını təmsil edir. ZU-23 qurğusu 2 ədəd 23-152 mm çaplı 2 A-14 topu ilə silahlanıb. Bu topun ikisi bir yerdə dəqiqədə 1600-2000 mərmi ata bilir və qurğu 360 dərəcə fırlana bilir və lüləsini 90 dərəcə qaldıra bilir. Topun həm şaquli, həm üfüqi tuşlanması mexaniki qollar vasitəsilə həyata keçirilir. ZU-23 topunun atəş məsafəsi yerüstü hədəflərə qarşı 2 km, hava hədəflərinə qarşı atəş hündürlüyü 1,5 km-dir. Bu top həm yedəkdə daşına bilir, həmçinin zirehli texnika və yük maşınlarının üzərinə quraşdırılıb, öz yeriyən platformada istifadə oluna bilir. Shilka qurğusu isə 23-152 mm çaplı 4 ədəd 2 A-7 topu ilə silahlanmış AZP-23 qurğusu ilə təchiz olunub. Bu qurğu dəqiqədə 3600-4000 mərmi ata bilir. Shilka qurğusunun sursat dəsti 2000 mərmidir. Qurğunun atəş məsafəsi yerüstü hədəflərə qarşı 2 km, hava hədəflərinə qarşı atəş hündürlüyü 1,5 km-dir. Ordumuzun silahlanmasında olan Shilkalar Slovakiyanın MSM Land Systems şirkəti tərəfindən modernizasiya olunur. Bu model ZSU-23-4 SVK Shilka adlanır.
Bu modernizasiya çərçivəsində Şilka qurğusunun yumur formalı RPK-2 radarı yeni radarla əvəz olunub, həmçinin qurğu elektro-optik sistemlə təchiz olunub. Bu elektro-optik sistem sayəsində qurğu həm gündüz, həm gecə vaxtı hədəfi vizual olaraq da görüb tanıyıb ona atəş aça bilər. Viking qurğusu isə dronlara qarşı hazırlanmış silahlı antidron sistemidir. Bu sistem bir ədəd avtomatik top, hər yanında 4 ədəd olmaqla 8 ədəd hava hücumundan müdafiə raketi və bir ədəd 12,7 mm çaplı M2 Browning pulemyotu ilə təchiz olunub. Viking qurğusu görüş sistemi olaraq elektro-optik sistem və dron aşkarlayıcı radarlarla təchiz olunub. Bu radarlar kompleksin yanlarında, arxa tərəfində və kabinənin üstündə yerləşməklə ətrafı tam 360 dərəcə görməni təmin edir. Qeyd edim ki, Viking qurğusu ölkəmizdə hazırlanıb. Sona saxladığım sistem isə Panzer S1-dir. Ordumuzda Panzer sistemi nə göstərilməyib, nə də ordumuzun silahlanmasında bu sistemin olduğu barədə rəsmi məlumat verilməyib. Amma keçən ilin yazında Müdafiə Nazirliyinin kanalında bu sistemin taktiki texniki xüsusiyyətləri haqqında məlumat məzmunlu videorolik paylaşıldı. Bu da bu sistemin ordumuzda olduğu anlamına gəlir. Çünki heç bir ordu silahlanmasında olmayan, öz ölkəsinin istehsalı belə olsa heç bir silah haqqında paylaşım etmir. Panzer S1 həm təkərli, həm tırtıllı şassilərə yerləşdirilə bilir və özündə top və raketləri birləşdirir. Onun silahlanmasına 2 ədəd 30 mm çaplı qoşa lüləli 2A38M zenit topu və 12 ədəd 57Y6Y qısa mənzilli orta hündürlüklü zenit raketləri daxildir. Qurğu 2 topdan eyni anda atəş aça bilir və bu top 4 lülədən dəqiqədə 5000 mərmi ata bilir. Topun atəş mənzili 4 km, atəş hündürlüyü 3 km təşkil edir. 57Y6Y boosterlı kiçik ölçülü bir raketdir. Bu raketin mənzili 1200 metrdən 20 kilometrə qədər, atəş hündürlüyü 15 metrdən 15 kilometrə qədərdir. Kompleksin radarı eyni anda 4 hədəfi nişan ala bilir. Panzer S1 sisteminin təyinatı hərbi və mülki obyektləri, eyni zamanda uzaq mənzilli hava hücumundan müdafiə sistemlərini düşmən hava hücumlarından qorumaqdır. Belə, bu qədər dostlar. Ümid edirəm ki, video xoşunuza gəldi. Əgər elədirsə, videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Gələn videolarda görüşənədək hələlik.